Uşaqlığımızın unudulmayan çizgi filmi Nupakadi. 1960-cı illərdə bütün dünyada ABŞ-ın Tom və Jerry'si artıq məşhur idi. SSR rəhbərliyi də onları kölgədə qoyacaq bir çizgi filminin çəkilməsini tapşırır. 1969-cu ildə rejissor Gennady Sokolski Şən Karusel almanaxında ilk dəfə canavar və dovşan haqqında Nupakadi adlı hissə çəkir. Bu hissə tamaşaçılar tərəfindən bəyənilsə də, heç bir rejissor davamını çəkməyə risk etmir. Vyacheslav Katanochkin isə Nupakadini çəkə biləcəyini deyir. Rejissor canavarı səsləndirmək üçün Vladimir Vysotskini istəyir. Lakin sonra bu rola Anatoliy Papanov təsdiqlənir. Hətta ona zarafatla SSR-nin əməkdar canavarı da deyirdilər. Dovşanı isə Klara Rumyanova səsləndirirdi. Нет, Дед Мороз! Нет, Дед Мороз! Ну, Дед Мороз! Ну, Дед Мороз! Погоди! 1969-cu ildə ilk müstəqil seriya ekranlara çıxır. Şüarı balacaları incitmə, yoxsa özün gülünc vəziyyətə düşərsən idi. Cizgi filmi nə qədər sevilsə də, tənqidlər də gəlirdi. Canavarın siqaret çəkməsi, küçədə tüpürməsi uşaqlar üçün pis nümunə sayılırdı. Nupakadinin ssenari müəllifləri Felix Kandel, Aleksandr Kurlyanski və Arkadi Hayt olub. 16-cı seriyadan sonra canavarı səsləndirən Papanov dünyasını dəyişir. Lakin onun studiyada səsləndirdiyi lətifələr qalırdı və müəlliflər o səslərdən istifadə edərək 17-ci hissəni çəkirlər. Nupakadinin yadda qalan hissələrindən biri də Azərbaycanlı bəstəkar Qəmbər Hüseynlinin Cücələrin mahnısı ifa edilir. SSR dağılandan sonra 1993-94-cü illərdə daha 2 seriya yayımlanır. 2000-ci ildə çizgi filminin rejissoru Katenochkin vəfat edir. Papanov və Rumyanova da dünyalarını dəyişdiyi üçün Nupakadinin bir daha ekranlara çıxmayacağı deyilirdi. Lakin çizgi filminin müəlliflik hüquqlarını Agrotorg şirkəti aldı. 19 və 20-ci